etiraf etdiniz ki, hər iki ailənin, hər iki valideynin böyük övladısınız. Böyük uşağın məsuliyyəti. Məni bütün böyük uşaqlar başa düşər. Yəni çox çətin olur. Hətta və mən gənc ana-atanın ilk övladıyam. Yəni o vaxt 21-23 yaşlarında idilər və onlar ikisi də özləri yəni heç bir zaman valideyn olmamışlar ondan qabaq və mən doğulanda onlar da uşaq idi. Ona görə biz həm birlikdə böyüdük. Yəni mən anamla, atamla bu gün daha çox dostum. Məsələn mən deyə bilərəm ki, ikisi də onların daha az yaşda olan uşaqları ilə daha valideyn münasibətlərini qurublar ki, nəinki mənimlə. Çünki mənimlə onlar eksperiment kimi idi. Yəni mən inanıram ki, bir çox ailədə Azərbaycanda belədir. Çünki evliliklər tez olur. Ana, ata gənc yaşda olur. Orada nənə, baba olur. Yəni məsələn daha gec evliliklərdə artıq nənə, baba o qədər yaxın olmur nəvələrlə. Amma erkən evliliklərdə məndə belə oldu. Yəni nənə, baba kömək elədi. Yəni bütün ailə məni bir yaşa qədər birlikdə çatdırdı. Amma əlbəttə ki, anamla, atam başda olmaqla. Belə başa düşürəm ki, valideynlərinizlə dost olmusunuz. Dost olmuşam. Mən yəni anamla deyə bilmərəm, amma atamla dostluq, bəli. Niyə ananızla dostluq olmur? Yəni anamla biz çox yaxşı münasibətimiz var. Bizim münasibətimiz klassik bir ana-qız münasibətindən çox fərqlidir. Anam xaricdə yaşayır.